Vor olmaq üçün nə etmək lazımdır? Mənə çox maraqlıdır. Vor gərək zonda ola. Həbsxanaya girmək üçün də yəqin ki, bir cinayət törətmək lazımdır, düzdür? Yəni, bu adı qazanmaq üçün birinci ya kimisə öldürmək lazımdır, həbsxanaya girmək lazımdır. Sonra da o adı alırlar, elədir? Sizə bir insan haqqında danışmaq istəyirəm. Bu şəkildə gördüyünüz oğlanın adı Natiqdir. Şəkil çəkildiyi zaman onun 21 yaşı var idi. Bir gün heç kimə heç nə demədən bir məktub yazır valideynlərinə və məktubda yazır ki, mən gedirəm cəbhəyə və düz 5 gün ərzində aç-susuz öz postunu qoruyur. Ona xəbər göndərdilər ki, əgər təslim olmazsa bu 22 nəfəri güllələyəcəklər. Özünü öldürmək böyük bir qəhrəmanlıq olardı, düzdür? Amma o daha üstün bir qəhrəmanlığı seçir. Bayrağı əlində ermənilərin qarşısına çıxır. Həmin oğlanın adı Natiq Qasımovdur.